Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli amma ba'd. Aziz ve muhterem kardeşler, ilk önce uca Rabbimiz Allah Subhanahu ve Taala'ya hamd senalar olsun. Bizi müvəffəqiyyət verir, dinimizi öyrənməyə, özünü öyrənməyə, cahili üzərimizdən qaldırmağa, faydalı elm almağa, həqiqətən bu nemətlər içərisində ən dəyərlisi müsəlmana verilən ən üstün nemətdir. Deməli, əziz qardaşlar, biz Allahın müvəffəqiyyəti ilə Quranın təfsirini götürürük, Allahın kitabının təfsirini götürürük. Artıq 2 dərs keçmişik. Bugünkü dərsimizdə Fatihə surəsinin Quranın anası adlanan, Quranı açan, kitabı açan adlanan bir çox adları olan, necə ki keçən dərsdə dedik, Quran-ı Kərimdə ən çox adı olan surə Fatihə surəsidir. Ən çox adı olan Fatihə surəsidir. Say baxımından təxminən 20-yə yaxın və ya da 20-dən çox adı var Fatihə surəsinin. Yəni bu adların da hərəsinin özünün mənası var, hərəsinin bir çoxsunun da əhkamları var. Əhkamlar, yəni səbəbsiz yerə bu adlar verilməyibdir. Əziz qardaşlar, Fatihə surəsinin fəziləti barəsində çoxlu hədislər varid olub Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmdən. Elə demək olar ki, Fatihə surəsinin fəziləti digər surələrin içərisində də həmçinin ən çox fəzilət varid olan surələrdəndir. Fatihə surəsi. Deməli, fəzilətlərdən İmam Əhməd Əbu Səid ibn Əl-Muəllədən rəvayət etdiyi hədisdə deyilir ki, bir dəfə mən məsciddə namaz qılırdım və Peyğəmbər sallallahu aleyhi ve sellem məni çağırdı, lakin mən namazımı bitirənədək ona cavab vermədim. Sahabə deyir, Əbu Səid Əl-Muəllə. Namazı bitirdikdən sonra gəldim və Peyğəmbər sallallahu aleyhi ve sellem mənə dedi, səni çağırarkən gəlməyinə nə mane oldu? Mən dedim, ey Allahın Rasulü, mən namaz qılardım. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, məgər Allah Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və onun Peyğəmbərinin çağırışına cavab verin deyə buyurmayıb mu? Sonra o mənə dedi, yəni ki bu ayə Ənfal surəsi 24-cü ayəni bilmirsənmi? Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem ona birbaşa Allahın ayəsini oxuyur. Ənfal surəsi 24-cü ayəni oxuyur ki, məgər Allah Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və onun Peyğəmbərinin çağırışına cavab verin dediyini, ayəsini bilmirsənmi? Xəbərin yoxdur mu bundan? Və sonra o mənə buyurdu ki, məsciddən çıxmazdan əvvəl sənə Quranda olan ən əzəmətli surəni öyrədəcəyəm deyir. Bir müddətdən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem mənim əlimdən tutub məsciddən çıxmaq istəyəndə mən dedim, ey Allahın Rəsulu, sən dedin ki, məsciddən çıxmazdan əvvəl sənə Quranda olan ən əzəmətli surəni öyrədəcəyəm. O buyurdu ki, bəli, həmd olsun aləmlərin Rəbbi Allaha. Bu yalnız mənə verilmiş, təkrarlanan 7 ayə, yəni Səb'ül Məsəni və əzəmətli Qurandır. Deməli, əziz qardaşlar, sonra fəziləti barəsində Məlik ibn Ənəs, Əl-Ələ ibn Abdurrahman ibn Yaqub Əl-Huraqidən, o da Amir ibn Kureyzin azad etdiyi köləsi Əbu Səiddən rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem Ubey ibn Kəbi məsciddə namaz qılarkən çağırdı. Bu isə yəni başqa bir rəvayətdir, başqa bir sahabə ilə olan. Ubey namazı bitirdikdən sonra gəlib Peyğəmbərə çatdı. Ubey deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem məsciddən çıxmaq istərkən mənim əlimin üstünə qoyub dedi, istəyirəm məscidin qapısından çıxmamış, nə Tövratda, nə də İncildə, nə də Furqanda, Quranda onun kimisi nazil olmamış bir surəni biləsən. Ubey deyir ki, bu surəni öyrənmək istəyi ilə asta yerişlə getməyə başladım. Sonra dedim, ey Allah Rəsulu, mənə vəd etdiyin surə hansıdır? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, namaza başlayarkən hansı surəni oxuyursan? Ubey dedi ki, mən Peyğəmbərə
sallallahu aleyhi ve selləmə həmd olsun aləmlərin Rəbbi Allah'a ayəsindən surənin sonuna kimi oxudum. Yəni, Elhamdülillahi Rabbil Alemin, Ər-Rahmanir-Rahim, Məlik Yevmiddin, axıra kimi bu surəni oxudum. Yəni, namaza başlayanda nə oxuyursan, hansı surəni başlayırsan, oxudum. Peyğəmbər sallallahu aleyhi ve selləm dedi ki, sənə dediyim surə budur. Bu yalnız mənə verilmiş təkrarlanan 7 ayə, yəni Səb'ül Məsani və əzəmətli Qurandır. Deməli, əziz qardaşlar, həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmdən bu da Fatihə surəsinin fəziləti barəsində varid olan hədislərdəndir. Hansı ki, nə Tövratda, nə İncildə, nə də Quranda onun kimisi nazil olmayıbdır. Deməli, deyir ki, həmçinin bu hədis Ubey ibn Ka'bdan digər formalarda da rəvayət olunub. Necə ki, İmam Əhməd Əbu Hüreyrədən rəvayət etdiyi hədisdə deyilir. Ubey ibn Ka'b məsciddə namaz qılarkən Peyğəmbər sallallahu əleyhi və səlləm onun yanına gəlib dedi: "Ey Ubey." Ubey Peyğəmbər sallallahu əleyhi və səlləmə tərəf çevrildi, amma cavab vermədi. Sonra Ubey namazına davam etdi və namazı qısaldı. Peyğəmbərin sallallahu əleyhi və səlləm yanına gəlib dedi: "Sənə salam olsun, ey Allahın Rəsulu." Peyğəmbər sallallahu əleyhi və səlləm dedi: "Sənə də salam olsun. Ey Ubey, səni çağırdığım zaman mənə cavab verməyinə nə mane oldu?" Ubey dedi ki, Allah Rəsulu, namazdaydım. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, məgər sən Allahın mənə vəhy etdiyi Quranda Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və onun Peyğəmbərinin çağırışına cavab verin ayəsini bilmirsənmi? Yəni ki, Ubey ibn Ka'b radiyallahu anh Quranı yaxşı əzbər bilənlərdən idi. Və buna görə də Ömər radiyallahu anh öz xilafəti devrində təravih namazına Ubey ibn Ka'b radiyallahu anh'ını imam təyin edir. Yəni təravih namazının çox vaxtı Ubey ibn Ka'b radiyallahu anh'ı qıldırır. Yəni deyir ki, sən bunu bilmirdinmi? Ubey dedi ki, bəli, bilirəm ey Allah Rəsulu. Bir də belə etmərəm deyir. Deyir ki, bilirdim, bir də belə etmərəm. Peyğəmbər sallallahu aleyhi ve selləm dedi ki, istəyirsən sənə elə bir surə öyrədim ki, nə Tövratda, nə Zəburda, nə İncildə, nə də Quranda onun kimisi nazil olmayıb. Burada əlavə Zəbur. Hansı ki, Zəbur kimə nazil olub? Davud aleyhissalam. Nə vaxt nazil olub? Nə vaxt nazil olub? Ramazan ayında. Biz dəfələrcə təkrar Ramazanda çoxlu təkrar demişik ki, hansı ki adları bizə məlum olan bütün kitabların hamısı, hətta İbrahim əleyhissalama nazil olan səhifələr, xüsusi adla gəlməsə də, bu bir kitablar kimi səhifələrdir. İbrahim əleyhissalama nazil olan səhifələr belə Ramazanın ilk gecəsi nazil olan. O birisilər ki var Tövratdır, Zəburdur, İncildir, ən sonunda nazil olan Qurandır, kitab kimi adı qeyd olunan və adları da var və Peyğəmbərlərə nazil hamısı 4 kitab o səhifələrdə qeyd etsək 5, onların hamısı Quranı Ramazanda Peyğəmbərlərə nazil olduğu Peyğəmbərlərə nazil olmuşdur. Bunların hamısı Ramazanda, yəni öz devirlərində Ramazan ayı gəlib çatanda Ramazan ayında nazil olmuşdur. Mən bəli Allah Rəsulu dedim, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, ümid edirəm ki, bu qapıdan çıxmamış o surəni biləcəksən. Ubey radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mənim əlimdən tutaraq söhbət etməyə başladı. Mən söhbətimiz bitməmiş qapıya çatmaqdan qorxduğum üçün asta yeriməyə başladım. Qapıya yaxınlaşdıqda dedim, ey Allahın Rəsulu, mənə vəd etdiyin surə hansıdır? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, namazda nə oxuyursan? Mən də ona Ummul Quranı oxudum. Ummul Quran, yəni Quranın anası, yəni Fatihə surəsinin adlarındandır. Oxudum. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, canım əlində olan Allaha and olsun ki, Allah nə Tövratda, nə Zəburda, nə İncildə, nə də Quranda onun kimisini nazil etməyib. O təkrarlanan 7 ayədir, deyə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Bu da həmçinin, əziz qardaşlar, Fatihə surəsinin fəzilətinə dəlalət edən səhih hədislərdəndir. İmam Əhməd Abdullah ibn Cabir radiyallahu anhudan rəvayət etdiyi hədisdə bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem dəstəmaz alarkən onun yanına gəldim. Şeyim Abdullah ibn Cabir radiyallahu anh deyir. Və sənə salam olsun ey Allahın Rəsulu dedim. Peyğəmbər sallallahu aleyhi ve sellem mənə cavab vermədi. Mən bir daha sənə salam olsun ey Allah Rəsulu
dedim, o yenə mənə cavab vermədi. Mən bir daha sənə salam olsun ey Allah Rəsulu dedim və o yenə mənə cavab vermədi. Peyğəmbər sallallahu əleyhi və səlləm gedib evinə daxil oldu. Mən də arxasıca gedərək məscidə daxil oldum. Məyus və qəmgin halda bir tərəfdə oturdum. Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmazlı halda evindən çıxıb mənim yanıma gəldi və dedi: "Sənə də Allahın salamı və rəhməti olsun. Sənə də Allahın salamı və rəhməti olsun. Sənə də Allahın salamı və rəhməti olsun. Aleykumsalam və rəhmətullah. Aleykumsalam və rəhmətullah. Aleykumsalam və rəhmətullah." Belə Peyğəmbər sallallahu əleyhi və səlləm o 3 dəfə salam verir, bu da 3 dəfə cavabını qaytarır. Sonra dedi: "Ey Abdullah ibn Cabir, sənə Quranda ən xeyirli surənin hansı olduğunu deyimmi?" Burada ən xeyirli suranın hansı olduğunu deyimmi? Mən bəli ey Allah Rəsulu dedim. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki: "Həmd olsun aləmlərin Rəbbi Allaha." Ayəsindən suranın sonuna kimi oxudu. Bu da dəlalət edir ki, əziz qardaşlar, Fatihə surəsinin fəzilətinə. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ən xeyirli, Quranda ən xeyirli surə deyə bildirir. Həmçinin Fatihə surəsinin fəzilətlərindən Buxar rahimehullah Əbu Səid əl-Xudri radiyallahu anhudan rivayet edir ki, bir dəfə səfərə yola düşmüşdük və bir yerdə dayanmalı olduq. Qonşu qəbilədən bir cariyə gəlib dedi: "Qəbilə başçımızı əqrəb sancmışdı və adamlarımız burada deyirlər. İçərinizdən ruqiyyə oxuya bilən varmı? İçimizdən əvvəl heç vaxt ruqiyyə oxuduğunu bilmədiyimiz biri qalxıb onunla getdi. Qəbilə başçısına ruqiyyə oxudu və o sağaldı. Qəbilə başçısı bunun müqabilində ona 30 qoyun verdi. Qayıtdıqdan sonra ona dedik: sən ruqiyyə oxuya bilirsənmi və ya əvvəllər ruqiyyə oxumusanmı? O xeyr, mən yalnız kitabın anası, yəni Ummul kitabı oxumaqla ruqiyyə etdim dedi. Biz Peyğəmbərin sallallahu əleyhi və səlləm yanına gedib hadisəni ona danışmayınca və ya ondan soruşmayınca heç bir şey etməyin deyə etiraz etdik. Yəni heç bir şey etməyin dedik. Yəni qoyunlara toxunmayın. Mədinəyə gəlib hadisəni Peyğəmbər sallallahu əleyhi və səlləmə danışdıqda o dedi: "Görəsən o haradan bilirdi ki, bu Fatihə surəsi ruqiyyədir. Qoyunları bölüşdürün və özünüzlə yanaşı mənim üçün də bir pay ayırın" deyir. Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurur. Deməli deyir ki, Əbu Davud isə rivayətində deyir, bu hədisin Müslimdəki bəzi rivayətlərinə görə əqrəb sancan qəbilə başçısına ruqiyyə oxuyan Əbu Səid özü olmuşdu. Əbu Səid əl-Xudri radiyallahu anh özü olmuşdu. Ərəblər ilan və ya əqrəb sancan adamı nikbinlik baxımından səlim, yəni salamat adlandırardılar. Yəni ki, bu da əziz qardaşlar, biz keçən dərsdən əvvəlkində demişdik ki, Fatihə surəsinin adları barəsində danışanda demişdik ki, Fatihə surəsinin adlarından da birisi nədir? Suratul Ruqiyyə, Ruqiyyə surəsi olması. Bu da nədir? Dəlalət edir ki, bu hədis dəlalət edir ki, Fatihə surəsi Ruqiyyə surəsidir. Və burada da əziz qardaşlar əlavə bir şey də qeyd edeyim ki, görsüz sahabə orada onlardan ruqiyyə oxumağına görə bir şey tələb etmir. Bir şey tələb etmir. Ümumiyyətcə, ruqiyyə oxumaq üçün əvvəlcədən nəsə tələb etmək, qiymət qoymaq olmaz, haramdır. Ümumiyyətcə, ruqiyyəçiliklə məşğul olmaq, görsüz sahabələr deyir ki, heç biz onun əvvəlcədən ruqiyyə etdiyini və yaxud da ruqiyyəçiliklə məşğul ruqiyyəçi olduğunu bilmirdik. Belə işlə məşğul olmaq, ruqiyyəçi adlandırmaq özünü və buna görə pul tələb etmək, müəyyən böyük pullar insanlardan tələb eləyərək ruqiyyə oxumaq sünnəyə müxalifdir. İnsan gedər, orada nəsə verərlərsə də, istəyər götürər, istəyər götürməz. Bu başqa məsələ, bu problem yoxdur. Amma əvvəlcədən desin ki, gətir filan qədər böyük pulları tələb etsin, bu olmaz. Bu həmçində ixlasa da xələl gətirir, ixlasın əksidir, həmçində başqa problemli, şərli yollara da qapı açır. İnsan çalışıb belə etməsin. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim sizdən biri qardaşına fayda verməyi bacarırsa, bu ruqiyyə məsələsində deyir. Qoy fayda versin, ruqiyyə eləsin. Amma yəni ki, gəlməyibdir ki, yəni cəmaatdan çoxlu pullar istəyərək, o düşdüyü o sıxıntıdan, o çətinlikdən, onsa bu sıxıntı bir çətinlik vəziyyətinə, problemin içindədir.
Bunu da fürsətdən istifadə edeyim, ondan böyük pullar istəyim. Bəzən də görsən ki, sağalmırlar. Səbəb də bu da nədir? Səbəb də ki, ya bilməməzliyidir, ya bəzən görsən ki, pul qazanmaq üçün belə şeylərə əl atırlar. Belə də olanda da, yəni ixlas olmadığına görə təsir də yaxşı olmur. Təsir də yaxşı olmur. Görə insan belə şeylər eləməsin. Amma oxuyarsa da, verərlərsə də eyb etməz. İstəyər götürər, istəyər götürməz. Sonra əziz qardaşlar, Fatihə surəsinin fəzilətlərindən Abdullah ibn Abbas radiyallahu anh rəvayət edir ki, deyir, bir dəfə Cəbrail Peyğəmbərin sallallahu aleyhi ve səlləmin yanında ikən birdən göydən səs eşitdi. Cəbrail başını qaldırıb göyə baxdı və dedi, bu göydə olan bir qapıdır. O bu gün açıldı. Bundan əvvəl heç vaxt açılmayıb. Yalnız bu gün açıldı. Göydən bir mələk enib Peyğəmbərin sallallahu aleyhi ve səlləm yanına gəldi və dedi, səndən əvvəl heç bir Peyğəmbərə verilməyən və yalnız sənə verilən iki nura görə sevin. Cəbrail, o mələk ki, hansı ki, qapı açılır, gəlir və Peyğəmbər sallallahu aleyhi ve səlləmi müjdələməyə gəlir. Bu iki nur nədir? Fatihətul Kitab, kitabı açan Fatihə surəsi və Bəqərə surəsinin son iki ayələridir. Onlardan oxuduğun hər bir hərf yalnız sənə verilmişdir. Yəni ki, onlardan oxuduğun, yəni bunlar yalnız və yalnız sənə verilir və bu müjdəni də mələk gətirir. Mələk o surəni gətirir, o surələri, yoxsa Cəbrail əleyhissalam gətirmişdi? Mələk nə üçün gəlmişdi? Vəhiy gətirmişdi. Kim deyər? Müjdəyə gəlmişdi. Cəbrail əleyhissalam Peyğəmbər sallallahu əleyhi və səlləmə vəhiy gətirən Cəbrail əleyhissalamdır. O onsuz da nazil olmuşdu. Bu sonradan, nə vaxtsa da sonra, bir müddətdən sonra, Allah bilir vaxtı nə vaxt olubdu, müjdə, fəzilətinə dəlalət olan bir müjdə gətirir. O qapı açılır göydən, səmadan səs eşidilir. Cəbrail əleyhissalam da Peyğəmbər sallallahu əleyhi və səlləm yanında ikən və gəlir o surələri Peyğəmbər sallallahu əleyhi və səlləmə müjdə üçün bildirir. Bu da həm o surənin, Fatihənin bizim mövzumuza aid olan, həmçində Bəqərə surəsinin son iki ayəsi ki var, hansı ki Əmənə Rasul deyirik, o surələrini müjdəli olaraq Peyğəmbər sallallahu əleyhi və səlləmə bildirmişdir və Peyğəmbər sallallahu əleyhi və səlləm o iki ayə barəsində deyir ki, kim yatmazdan əvvəl, Əli radiyallahu anhudan gələn hədisdə deyir ki, kim yatmazdan əvvəl Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, o ona kifayət eləyər. O iki ayə ona kifayət eləyər. Kifayət eləyər, qoruyar, yəni gecə namazını qılmaqda kifayət eləyər, gecə zikirlərinə görə kifayət eləyər, hər şeyə əhatəlidir. Onun daxilində hər şey var, yəni ki, sən oxuyursansa da sənə, yəni ki, yəni birdən o başqalarını oxumasan belə, unutsan, yəni yorğun olsan, xəstə olsan, bir dənə bunu oxusan, onlara görə sənə kifayət edir. Elə bir ki, gecə namazını qılmayacaqsan və yaxud da qıla bilməyəcəksən, o sən oxuduğuna görə o elə bir gecə namazı kimi də sənə kifayət edir. Bu da onun nədir, əziz qardaşlar? Fəzilətinə dəlalət edir. İmam Müslim Əbu Hüreyrə radiyallahu anhudan rəvayət etdiyi hədisində Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir ki, namaz qılarkən Fatihə surəsini oxumayanın namazı naqisdir. Bunu 3 dəfə təkrar etdi, yəni tam deyil. Əbu Hüreyrədən soruşdular, biz səsli namazlarda imamın arxasında olarkən nə edək? O dedi ki, öz-özünə oxu. Həqiqətən mən Peyğəmbərin sallallahu əleyhi və səlləm belə dediyini eşitmişəm. Uca Allah buyurur, mən namazı özümlə qulum arasında iki qismə böldüm. Mən namazı qulumla özüm arasında iki qismə böldüm. Yarısı mənim, yarısı isə onundur. Qulum dilədiyini alacaqdır. Qul elhamdülillahi rabbil alemin. Yəni, həmd olsun aləmlərin Rəbbi Allaha dedikdə Allah qulum mənə həmd sana ilə təsdiq etdi, deyir. O Ər-Rahman-Ər-Rahim dedikdə Allah qulum məni təriflədi, deyir. O Maliki Yevmiddin, yəni haqq hesab gününün sahibi və yaxud da hökmdarına dedikdə Allah qulum məni mədh etdi, yəni təriflədi. Və ya mənə arxayın oldu, deyir. O İyyəkə nə'budu və İyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Dedikdə Allah buyurur ki, bu mənimlə qulum arasındadır. O dilədiyini alacaq. O ihdinə sıratal müstəqim. Sıratəl-ləzīnə ən'amtə aleyhim qayril məğdubi aleyhim vələd-dallin.
dedikdə, yəni bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəl, qəzəbə uğramışların və azmışların yoluna yox. Dedikdə Allah buyurar ki, bu quluma məxsusdur və o dilədiyini alacaq. Burada da həmçinin əziz qardaşlar, Fatihə surəsinin fəzilətinə dəlalət eləyir. Həmçində bu surə, həmçinin bu hədis də Fatihə surəsinin namazda oxumağın vacibliyinə dəlalət eləyir. Vacibliyinə dəlalət eləyir. Peyğəmbər sallallahu əleyhi və səlləm 3 dəfə təkrar edir ki, onu oxumayanın namazı tam deyil və yaxud da naqisdir deyir. İnşallah buna kifayətlənə çox uzatmaq istəmirəm əziz qardaşlar. Gələn dərsdə Allahın izni ilə namazda Fatihə surəsini oxumaq barəsində danışıb və Fatihə surəsinin özünün təfsirinə keçərik. Yəni Fatihə surəsi niyə belə çox uzanır? Çünki elə ümumiyyətcə fikir versək görərik ki, elm əhli Quran-ı Kərimdə yazdığı, qeyd etdiyi təfsirlərdə elə Fatihə surəsi barəsində olan açıqlama, izah daha çoxdur başqa surələrə baxanda. Yəni bunun özünün həcminə baxanda, ayələrin həcminə, yəni baxanda görürsən 7 ayədir, amma fəzilətdir, adlardır, təfsirlərdir, onun mənalarıdır, izahıdır. Götürəndə görürsən ki, digər ayələrə, daha doğrusu surələrə nisbətdə daha çox, əziz qardaşlar, təfsir gəlibdir. Daha çoxdur. Həcmi daha çoxdur, daha böyükdür. Yəni ki, əsas odur ki, fayda əldə edilsin. Çünki biz təfsir keçirik. Başqa bir mövzu deyil, təfsir də ki, daha əhatəlidir. Yəni, Qurandan keçdiyimizə görə, orada hansı mövzu gəlirsə də, o mövzunun özünə də toxunmaq istəyirik ki, yəni ki, elmimiz biraz əhatəli olsun. Yəni, ona aid olan hər şeyi götürək də, bacardığımız qədər, yəni, çox həddən artıq böyük olmasa da, yəni ki, yəni, hər bir şeydən elmimiz olsun, faydalanaq. Onsuz da ki, yəni, bu təfsirə başladıqsa da, bunun davamiyyatı, yəni ki, keçməyə çoxdur. Allah bilir, yəni neçə ilə Allah ömür versin hamımıza və eşidicilərə, qulaq asanlara, dinləyicilərimizə də Allah Teala'dan istəyirəm ki, itayətdə, ibadətdə, özünün sevri razı qaldığı ibadətlərində, itayətlərində uzun ömür versin, bizə afiyət versin. Yəni bu uzundur. Təfsirə başladığınızda çox uzun gedir. Və bunda da elə səbirli olmaq lazımdır ki, onsuz da ki, hər mövzu var Allahın kitabında. Hər mövzu, halal, haram, əqidə, tohid, mənhəc, nə deyirsən, yəni ki, fikri mövzular olsun, hətta qissələr olsun, tarix olsun, hər bir mövzu Allahın kitabında var. Və hər şeyə gəlib çatdıqda, yəni istəyir dünya olsun, axirət olsun, qəbir olsun, yəni ki, hər bir mövzular deyə, yəni ki, biz də çalışıb yavaş-yavaş, asta-asta bunu götürəcək ki, yəni ki, fayda hasil, yəni faydalanaq, fayda hasil olsun və həmçində yadda saxlayaq. Yadda saxlayaq. Allah Teala'dan istəyirəm, Allah Teala bizi eşidib faydalanardan etsin. Allah Teala'dan istəyirəm, Allah Teala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Teala'dan istəyirəm ki, Allah Teala bizim elmi olan himməmizi, həvəsimizi bundan sonra da davamlı eləsin, artırsın. Allah Teala'dan istəyirəm, Allah Teala bizim bütün günahlarımızı bağışlasın, bizə əfv etsin. Allah Teala'dan istəyirəm, Allah Teala bizi daimi harada olursa olaq, qorusun, hifz etsin. Və sonunda da Allah Teala'dan istəyirəm, Allah Teala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu aleyhi nebiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illə ent, əstəğfiruka və ətubu ileyh.